Zamanı İmam-ı ağamız İmam-ı Zaman aleyhisselamın zuhurunun təcillə bizlərin o həzrətin zuhurunda dəyərli, layiqli iştirakçı olmamızdan ötürü sələvası gedir. Allahümme salli ala Muhammed Ali Muhammed. A'udhu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nesta'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qawli. Allahümme zeyyinni fihi bis-sitri vel-afaf vasturni fihi bilibasil qunu'i vel-kefaf vahmilni fihi alel-adli vel-insaf ve aminni fihi min kulli ma akhafu bi'ismetike ya ismetel khaifin. Amin. Ya Rabbel Alemin. Allah'ın salamı olsun siz əziz, dəyərli, möhtərəm qardaşlarıma, əzizlərimə və səsimizi eşidən, bizi izləyən hər kəsə. Rəbbimizə bir daha sonsuz həmdlər, sənalar olsun ki, bu mübarək ayının mübarək günündə, sübhün bu çağında, öz evində, mübarək və müqəddəs bir məkanda bir daha yenilməz qüvvət, qüdrət sahibi olan Ulu Tanrımıza üz tutaraq, əl açaraq, dua etməyi, namaz qılmağı bizə nəsib etdi. İnanın, bu səhərimizin, bu çağımızın, bu vaxtımızın biz nə qədər şükürünü etsək də yenə də azdır. Çünki ömür elə bir neymətdir ki, insanın əlindən gedir və geri qayıtmır. Hər günün təkrarı yoxdur. Bu gün bir də təkrarlanmayacaq. Bu günü biz bir də yaşamayacaq deyə hər günümüzü Allah üçün yaşamış olsaq, ömür necə bərəkətli olar, ömür necə zinət tapar, ömür necə çiçəklənər, təravətlənər. Bir daha doğrudan da biz bilmirik hansı əməlimizə görə, kimin barəmizdə etdiyi yaxşı duanın qəbuluna görə bugün biz buradayıq. Onu deyə bilmərik, amma bildiyimiz bir şey var, bugün biz buradayıq. Bunun əsl səbəbini, mahiyyətini tam dəqiqliyi ilə bilməsək də, amma həmd olsun Rəbbimizə ki, bugün buradayıq. Bəli, artıq mübarək ayın yarısına yaxınlaşırıq və ay sona doğru gedir. Özü də sürətlə gedir. Mübarək və müqəddəs ay bitdikdən sonra bir çoxlarımız heyfslənəcək. Daha çox nələrsə etmə imkanımız olduğu halda etmədiyimizə görə heyfslənəcək. İndi ara sıra gəlirsənsə, amma hər gün gəlmədiyə görə bir alahıcır heyfslənəcəksən. Günün, məsələn, orucun, məsələn, Quran oxumağınla daha faydalı keçərdi, oxumayıb günün ötdüyü, keçdiyinə görə bir alahıcır heyfslənəcəksən. Bir sözlə, bu ay ki, alıb verdiyin nəfəs, heç bir şey etmədiyin halda, nəfəs alıb verirsən, digər aylarda Subhanallah deməyə bərabərdirsə, bir sözlə, bu ayda çoxlu nəfəs alıb vermədiyə görə heyfslənəcəksən. Yəni, bir şey eləmirsən, ha? Amma oturmuşsan, nəfəs alıb nəfəs verirsən. Subhanallah, Subhanallah, zikrə bərabərdir. Oruç halında yuxum belə ibadətdir. Yəni, bir sözlə, ay başdan ayağa fəzilətlə, şərafətlə dolu olan bir aydır. Adəti üzrə hər sübh günün duasının qısaca şərhi və bəyanı haqqında danışırıq. Bugünkü günümüzün duası, 12-ci günün duası
bu ifadələrlə, bu sözlərlədir. Allahümmə zeyyinni fihi bis-sıtri vel-afaf. Allahım, bugün məni günahlardan qorunmaq və iffətli olmaqla, həyalı olmaqla, abırlı olmaqla zinətləndircinən. Vasturni fihi bilibasil qunu'i vel-kefaf. İlahi, bugün mənə qənaət və kifayət libası geyimi geyindircinən. Vahmilni fihi aləl adli vel-insaf. Üçüncü dua, İlahi, bugün məni ədalətli və insaflı olan bəndələrindən qərar verginən. Və aminni fihi min kulli ma əxafu bi'ismətikə ya ismətəl xaifin. Ey qorxanların qoruyucusu olan, pənahı olan Allah, məni bugün bütün qorxduğum günahlardan, bütün pis işlərdən, çirkin əməllərdən qorucinən, məni öz hifzində, öz amanında saxlacinən. Amin. Ya Rəbbəl aləmin. Möhtərəm cəmaatımız, möhtərəm müsəlmanlar, 12-ci günün duasında biz günahdan qorunmaq və iffətli olmaqla dua edərək başlayırıq. Allahım, bugün məni günahlardan qorunaraq, iffətlə yaşayıb, iffətlə günümü keçirərək məni zinətləndircinən. Demək, bu ifadənin bir-birinə bağlılığı var. Günahdan çəkinməklə iffətli olaraq zinətli olmaq. Demək, insan günahdan nə vaxt çəkinir? İffətli olanda, həyalı olanda. İffət, həya, abır, ar etmək. İnsan bir pis işi nə vaxt etmir? Həya eləyəndə. Ya Allahdan, ya insanlardan. Amma vay o gündən ki, insanın həyası gedər, insanın abrı gedər. Onda ar nədir insan bilməz. Böyük, kiçik, qadın, kişi bilməz. Demək, insanda həya hissi gedəndən sonra günah insanda adiləşir. O utanc hissi olmayanda, o etdiyi əməlin xəcalətini insan yaşamayanda, keçirməyəndə, görsən, rahatlıqla yalan danışır, rahatlıqla böhtan atır, rahatlıqla insan haqqına girir və s. İlk növbədə günahdan çəkinmək üçün insanda nə olmalıdır? İffət, abır, həya. Amma çox əfsuslar olsun ki, bəzən çoxlarımız Allahdan həya eləmirik. Allahdan həya eləmirik. Bəzən insanlardan, Allah keçsin bu ifadəmin bəlkə də kobudluğu deyərdim, bəlkə də qüsuru deyərdim. Bir çoxlarımız Allahdan çox cəmaatdan həya eləyirik. Məsələn, bir ictimai nəqliyyatdasan, bir yerdəsən, günah üçün şərait yaranır. Bir çoxunun birinci Allah yadına düşmür. Bir sağına baxır, bir soluna baxır, görün burada məni tanıyan var, yoxsa yox. Səni tanıyan varsa özü biraz yığırsan, toparlayırsan. Axı, səni o cür tanımırlar. Sən onların fikrində, düşüncəsində bir alahıcürsən. Elə ki, gördün səni tanıyan yoxdur və günah üçün şərait var, başlayırsan o günah nədirsə, onun müqəddiməsi, onu yavaş-yavaş həyata keçirtməyə. Günahın müəyyən hissəsini yerinə yetirəndə bir qəfil baxırsan ki, orada səni tanıyan birisi var. Bir özü toparlayırsan, özü nizam düzəm verməyə çalışırsan ki,
O səni tanıyır axı, gedib tanıdıqlarına deyər, filan kəsi belə gördüm. Allah Teala buyurur ki, bəşər, həmin anda sən mənim yaratdığıma məndən daha çox dəyər verirsən. Yəni, Allah görür deyə həya eləmirsən, amma biri görüb deyər, həya edirsən. O nöqteyi nəzərdən hər şeydən əvvəl insan bütün işlərində Allahı hazır və nazir görsə, yəni Allah oradadır və sənin işinə nəzarət edir, diqqət edir, baxır, bunu insan inan dərk eləsə, insan günaha doğru getməz, günaha meyl eləməz. Və günümüzün duasında da qeyd olunur ki, Allahümmə zəyyinni fihi bis-satr vəl-afaf. İlahi, bugün məni günahlardan qorunmaq və iffətli olmaqla zinətləndir. İnsan iffətli olanda, yəni Allahdan həya edərək, günah etmədikdə, Allahı sevərək, razılığını əldə edərək bu işi gördüyünə görə Allah Teala insanların qəlbində ona xüsusi yer ayırır. Allah üçün bu hərəkəti etdiyinə görə sən Allaha xatir günahdan qaçsın, bağlı qapılar sənin üzvə açılar. Bunun bariz nümunəsi o Həzrət Yusufun kinosuna yəqin ki, baxmısınız. Ya Quran-ı Kərimdən qissəsini oxuyubsuz, o Züleyxanın hadisəsində, o ki, Allah bəyənməyən bir işi Züleyxa Həzrəti Yusufə təklif eləyəndə, olduqları yerdə bir büt var idi. Bütün üstünə Züleyxa xanım bir məcəl, bir yaylığını, örtüsünü atır. Həzrət Yusuf əleyhissalam soruşur ki, niyə belə eləyirsən, onun üstünü niyə örtürsən? Deyir, o bizim Allahımız bütpərəst olduğundan da, o baxa-baxa, o görə-görə bu işi görmək olmaz. Həzrət Yusuf əleyhissalam cavabında deyir ki, o cansız bir əşya, sən bütdən həya edirsən, bəs mən necə məni yaradan Allahdan həya eləməyim? Məni dünyaya gətirib xəlq edən Allahdan həya eləməyim? Və orada günahdan uzaqlaşmaq üçün bağlı qapıya doğru qaçır. Amma günahdan Allaha üz tutduğu üçün Allah bağlı qapıları da onun üzünə nə edir? Açır və qissə, hadisə uzundur. Züleyxa xanım Həzrət Yusuf əleyhissalamı ittiham eləmək istədikdə ki, bu fikirlə mənə yaxınlaşıb və s. Orada mübahisə anında balaca bir uşaq, bundaqda uşağı Allah dilə gətirir. Həzrət Yusufu müdafiə edir. Gör Allah əzəmət və qüdrətinə bax. Bir bəndəsi əgər günahdan Allahı deyib oradan uzaqlaşsa, Allah onun yar və yardımcısı olar. O körpə qunda uşaq normalda danışan deyil. Amma dilə gəlir ki, deyir, baxın, əgər Həzrət Yusuf köynəyi qarşı tərəfdən cırılıbsa, onda günah Həzrət Yusufdədir. Yəni, Züleyxaya doğru yaxınlaşıb, bu əlini atıb və köynəyi cırılıb. Yox, əgər köynəyi arxa tərəfdən cırılıbsa, bu qaçanda arxa tərəfdən əl atılıb. Baxıb görürlər ki, Həzrət Yusufun köynəyi qarşı tərəfdən yox, arxa tərəfdən. Yəni, Allah bir bundaq körpənin dilə gəlib danışması ilə Allah üçün atdığı bir addıma, Allaha xatir günahdan uzaqlaşdığına görə onu müdafiə edir. Və duanın davamında buyurur, وَاسْتُرْنِي فِيهِ بِلِبَاسِ الْقُنُوءِ وَالْكَفَافِ Allahım, məni qənaət və kifayət libası ilə geyindir. Mənə qənaət və kifayət libası geyindir. Bu, o mənadadır ki, insan gərək Allahın ona verdiyi nemətlərə görə şükür eləsin. Naşükür bəndə olmasın. Amma bəzi insanlar فَلَا بِالْقَلِيلِ تَقْنَعْ وَلَا بِالْكَسِيرِ تَشْبَهِ
Allah az verəndə qani olmur, çox da verəndə gözü doymur. Az verəndə o azın Allahım bunu tapa bilməyənlər var, sənə sonsuz şükürlər olsun. Bir tikə əl boyda çörək üçün zibil köşələrini axtaranlar, yəqin sizdə, bizdə qarşılaşır, axtaran insanlar var. Allahım, onların yerində mən də ola bilərdim, amma bugün ailəmə, balama, özümə əgər lazım olacaq çörəyi, lazım olacaq qidaları ala bilirəmsə, Allahım, sənə sonsuz şükürlər demə əvəzinə, bəziləri nələr, amma bəzən də görsən, qulaq şahidi olmuşuq, inşallah ki, aramızda olmaz. Amma bəziləri, Allahım, bu verdiyinə şükür demək əvəzinə bir Allah kəssin bu yaşayışa, bu nə yaşayışdır yaşayırım, belə də yaşamaq olar. Yaşamıram, sürünəm, ölsəm bundan yaxşıdır və s. Amma günün duasında buyurur ki, "Asturni fihi bilibasil qunu'i vel kefaf." Allahım, bugün mənə qənaət libası geyindir. Yəni, sənin mənə verdiklərinə qani olum və onun qarşılığında sənə şükür edim. "Vahminni fihi alel adli vel insaf." Allahım, bugün məni ədalətli və insaflı olmağa vadar et. Yəni, ədalətsizlik və insafsızlıq etməyim. Və son dua, və aminni fihi min kulli ma əxafu bi'ismətikə ya ismətəl xaifin. Ey mənim Allahım, bütün qorxduğum işlərdə məni amanda saxla. Hərənin bir zəif nöqtəsi var. Məsələn, birinin görsən, dili acıdır. Yəni ki, elə bəzən görsən, eləsi xoş sözü də elə acı deyir. Yəni ki, bəzən xarakter belə ola bilər. Amma sən sözünlə, hərəkətinlə insanları incitdiyin, qəlblərini qırdığın fərqindəsənsə, demək, öz üzərində biraz işləməyin, biraz ifadə və hərəkətlərində diqqətli olmağın lazımdır. Demək, insan qorxduğu nədirsə, həmin o qorxduğunun üzərində düşünməli və Allahdan onun barəsində düzəlməsində güc, qüvvət, kömək istəməlidir. Və günün duasında son olaraq bunu deyim, bitirim. Buyurur Allahım, bugün məni bütün o qorxduğum işlərdə yardımcı ol və qorxduğum işlərdə məni qoru. Və xüsusilə çalışağın mübarək Ramazan ayında danışıqlarımızda, baxışlarımızda, büsbütün bədən üzvlərimizdə Allahın bizdən istədiyi şəkildə olaq. Yəni, təkcə yemək və içməklə deyil, bütün üzvlərimizin haqqını əda edək. Gözün haqqını əda edək, naməhrəmlə çəkinək. Qulağın haqqını əda edək, haram sözlər eşitməkdən, musiqi dinləməkdən, məsələn, böhtana, yalana, qeybətə qulaq asmaqdan, ağzın haqqını əda edək, yalan danışmaqdan, söyüş söyməkdən və s. bəyənilməyən işlərdən. Demək, nəticə etibarilə biz əgər bunların haqqını əda etmiriksə, təkcə günün sonunda yemək və içmək qalar. Eşidibsiz, Peyğəmbər salavatullah məsciddən çıxıb gedərkən, məscidin yaxınlığında bir qadın öz kənizinə günün günorta çağı, mübarək Ramazan ayında xoşa gəlməz sözlər deyir. Həzrət Peyğəmbər salavatullah bunun ona təhqiramiz ifadələrini eşidir, gəlir, qapını döyür və ona su təklif edir ki, "Vaşrəbi, al bunu içkinən." O təəccüblə baxır, deyir, "Ya Rasulallah, mən ki, orucam, sən Ramazan ayında mənə su təklif edirsən." Peyğəmbər salavatullah buyurur ki, oruc olmaq təkcə yemək və içməkdən özü qorumaqdır. Sən öz kənizvə xoşa gəlməz ifadələr, təhqiramiz, tənqidamiz ifadələr işlədirsənsə, sən orucun mənəvi cəhətdən oruc hesab olmaz. Ona görə biz bütün bədən üzvlərimizlə onu qorumalıyıq
və diqqət etməliyik. Bunu son olaraq deyim, bəzən görürsən ki, oruc doğrudan da insanı qoruyur və oruclu halda ruha bilavasitə mənəvi təsir olduğundan görürsən, normalda 1 saat dözüb, səbr eləyib siqaretə, məsələn, dözümü olmayan insan 16 saat, 17 saat, məsələn, bir düzə görürsən, siqaret çəkmir. Hətta, məsələn, günahın özündə belə, məsələn, günah üçün şərait yaradır, yazanda, danışanda və yaxud da söhbət eləyəndə bir anlıq deyirsən, orucuq. Yadıma düşür ki, orucsan, dayanırsan. Məsələn, bəziləri deyir, İnşallah qoy iftarı açaq, rahat danışarıq. Elə bilir ki, iftardan qabaq bunu danışmaq günahdanmı, iftardan sonra orucun açdı, elə qəfəsdən quşu açdın, buraxdın, rahatdır da. Yəni, bu haram, iftardan qabaq da haramdır, sonra da. Amma görsən, orucun özü, istəyirəm onu izahında anlaşıla, başa düşülə ki, hətta orada belə, yəni günahın günah olduğunu bildiyin təqdirdə, amma oruc olduğun üçün yenə səni qoruyur. Gerisi artıq nəfsani məsələdir. Günümüzün duası doğrudan da çox mənəvi bir duadır. Həmi günahın qorxusunu insan dərk eləyir, həm Allahdan iffətli, ismətli olmağını və bir də son olaraq nədən qorxursa, sanki belə deyək də, insan nə vaxtda düzəlir? Səhvi başa düşəndə, o səhvindən dönmək istəyəndə. Əgər özün dönmək istəmirsənsə, sənə nə qədər desələr də faydası yoxdur. Yəni, burada hə deyəcəksən, arxaya keçib öz bildiyi eləyəcəksən. O içdən gələrək, onu dərk eləyərək, o zaman Allah uzaq eləsin günümüzün bəlalarından, bu ağ ölüm adlanan bu narkomaniya, bu cavanlarımızı ki, görə-görə ta ölümə məhkum eləyib. Məsələn, orada yaxınları, doğmaları, ailə üzvləri biləndə ki, buna qurşanıb, həkimə, psixatora birinci yığanda ilk sözü bu olur. Özü istəyir, yoxsa siz istəyirsiniz? Bu çox mühüm məsələdir, nöqtədir. Əgər özü istəyirsə, bunun həlli yolu var. Amma yox, istəmir, siz bunun düzəlməsini istəyirsinizsə, 6 ay reabilitasiya mərkəzində, nəzarətdə də qalsa, 1 ildə çıxan kimi, şərait məqam düşən kimi onu edəcək. Çünki o özü istəmir. Sən onu istəyirsən. O nöqteyi nəzərdən günümüzün duasında artıq insan başa düşür ki, günah etmək olmaz və Allahdan kömək istəyir ki, Allah, mən bilirəm, zəif nöqtəm budur. Bu qorxduğumda mənə kömək ol. Yəni, elə bil, sən qayıtmaq istəyirsən və birindən kömək istəyirsən ki, mənə kömək ol, mən bu düşdüyüm vəziyyətdən çıxım və qurtulum. Və Allah əzəmət və qüdrət sahibi olduğuna görə bu işlərdə bizə yardımcı olsun. İnşallah ki, bu günləri Rəbbimiz həmd edib, ona icazə verib dua etməyi, ona üz tutmağı, Allah ayın sonuna qədər hər birimizə o mənəvi ruhu, mənəvi gücü əta etsin ki, Rəbbimizin bizdən istədiyi şəkildə ona ibadətlərimizi edək, oruclarımızı tutaq. Allahım, etdiyimiz duaları qəbul et cənəm. Tutduğumuz orucları bizdən ali dərəcədə qəbul elə. Allahım, bu ayın bağışlanan qullarından bizi qərar ver cənəm. Allahım, bu il mübarək Ramazanı bizə nəsib etdiyin kimi yaşadığımız müddətdə hər il mübarək Ramazan ayı sübhləri sənin evində sənə əl açaraq dua etməyi hər birimizə nəsib et cənəm. Allahım, sübhün bu çağında gələn ağsaqqallarımızı, büsbütün hər kəsi yuxunun şirin vaxtında ki, yata da bilərdi, amma yuxusundan keçir 1 saat gəlir. Allahım,
sayımızı günü-gündən artır ginən. Allahım, bu səmimiyyətimizi, bu birliyimizi, vəhdətimizi daimi, əbədi et ginən. Etdiyimiz duaların qəbuluna Muhammed və Ali Muhammedə sələvat zikr Allahümme salli ala Muhammed ve ali Muhammed. Duayı karacaklıya kurbatan ilallah. Qurban arasında olan ailələrimizin əməl salih olanlar olmasına xatir səlavat işləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Dini İslamın qüvvətlənməsinə xatir, din düşmənlərinin məhvunarlı yollarında bitmələrindən ötəri səlavat işləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Aynı əhlilərin varlıqla kəndlərdə dünyasını dəyişikdə olmuş əmətlərimiz ki, vaxtlaşdır gelib ziyarət edə bildirik, yollarını salavatla yad edək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Məscidimizin asıqlarından sahilələri xəstəlik, tezliklə şəfa tapmasına xatir səlavat işləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Az rəhbərlik elədik, cəmaat namaz qıldıq, gözəl xütbəsi ilə bizləri feyziyyət elədik. Allah ömrünə bərəkət versin, evinə bərəkət versin. Hazının özünün, ailəsinin, övladı, valideynləri, salamatlıqlarını xatir, salavat işləyək. Allahümme